Xeyir olsun, günümüz xoş olsun, ömrümüz təravətli olsun. Allah heç kəsi bir sözlə sındırmasın. Dünənki verilişə baxdınız məncə. Zənglərim dayanmır ki, Elgiz müəllim sənin üstünə niyə qışqırdı? Oldu, keçdi, getdi. Allah şeytana nələt eləsin. Elgiz müəllim də böyükdür, böyük Allahdır. Əvvələ qışqırmadı. Əvvələ dedi ki, nə problemim var? Özün haqqında danış. Heç kəsi müzakirə, kimisə müzakirə eləmə. Öz səhifəndə danış. Dünən Elçin Ləmbəranski o demədi. Mən sizə agah eləyim. Elçin Ləmbəranski Elgiz müəllimi və bir də o xanımı, adı da yadımdan çıxdı. Stilin dəyişdi ya, dünənki xanımın. 6-cı gün stilin dəyişdi. Sonra o xanımdan söhbət gedir. Deyib ki, eləmə də o haqda. Birinci Elçin Ləmbəranski gözəl şəxsiyyətdir, gözəl insandır. Həyatda real hamını çəkir, videoya qoyur ki, mən bu kasıb ailələrə dəstək olmuşam. Elçin Ləmbəranski 6-cı sinif şagirdidir Banucan. Ona kitabını, dəftərini, ruçkasını, paltarını, qutqasını, eşq olsun Sumqayıtdan neçə dəfə gözəl qardaşımız adın çəkilməyini istəməyən 1-ci sinifdir, 2-ci sinif, 3-cü sinifə qədər. Axır mən nömrəmi dəyişdim ki, o zəng elib Banuya yardım eləməsin. Mən belə əziyyətlə bala böyütmüşəm. 3 il bundan qabaq belə mənim şəraitim olmayıb. Atmışam. Qaynar xəttə vardır. Mən dedim ki, gəlin çəkiliş eləyin. Dedilər mənə ki, biz çəkiliş eləmirik, biz nə bilim başqa bir işlər olanda nəsə olunmadı. Mən bu həyatda real oldum. Başa düşdünüz? Mən gəlib 10 ildə oturaram o studiyada, amma mərd oturaram. Oturduğum yerindən bilərəm harda oturmuşam, orada qalxmaram. Arzunu bunu bir qonşu verib, o xalıdan ki kreditlə almışam, o tupopkanı kreditlə almışam, bunu bir qonşu verib, bunu bir qonşu verib, bunu köynədir, özümündür, bunu paltarya maşını biri verib. Arzu belə şəraitdə yaşayır, mındarçılıq deyil, bir dənə emosiya yoxdur ki, ora çəkim. O emosiyanı alaram nisiyə, amma Banumu boğazım. Banu bu dəqiqə qızdırmanın içində yanır. Dünən ayağı soyuqda olub, ayağının krosovkası altı cırılıb. Deyirəm, amma iş verdilər sənə, haçan işləyib mənə krosovka alacaqsan? Dedim, alacaqam. Bir dənə tünük kalqotka ilə yuyuram, giyinir. Mən anayam, mən uşağımı atıb ər qucağında, kişilər qucağında yatan qız deyirəm. Mən zaburatıma səsləndirəm. Mən yenə də deyirəm, mən gəldim Elgiz müəllimə, dərdimi açdım, sirrimi açdım. Neçə dəfə ailə həyatı qurmuşam. Mənə lazımdır neçə dəfə ailə həyatı qurmuşam. Hani ərim, bax, hani ərim. Ustulumun üstündə heç bir dənə çörəyim yoxdur. Nə ərbazlıqdandır. Ərdir, boşanmışam, Allah canını saxlasın. Ölüb Allah rəhmət etsin. Mən realdan daşam, mən uşaq oxuduram, mən məktəbə gedir mənim balam. Mənə ərə lazımdır. Mənim ərim olsa, mən studiyaya nə iş qoyur? Bu qədər bir fal çörəyi gətirib verə bilməyəcək. Bu xalçanı biri verib, eşq olsun Zabratımın, Allah Hacı Kamranı rəhmət eləsin. Hacı Mehdi verib bunu. Mən bu həyatda realam. Başa düşdünmü? Mənim şükür Allaha hər şeyim var. Bunu, bax, bunu bacım göndərib qusardın. Allah qardaşımın canını sağ eləsin. Bunu bir xanım verib. Şükür Allah, bunu bir xanım verib. Şükür Allaha, bu televizoru bir xanım verib. Mənə bu dəstəklər olub vaxtı ikən. Var da dəstək. O paltar yuyanmaş, toz soğranı kreditlə götürmüşəm. Mən həyatda real oldum. Mənə lazım deyil, kim neçə dəfə ərə getdi, kim boşandı, kim nenədir. Qızı olan ailə qurmaz. 1, ana balasını bağrına sıxar. 2, mən Azərbaycan xalqından dəstək gözləyirəm. Elgiz müəllim də açdı, 4 gün gəldim, oturdum. Allah canını sağ eləsin. Əziyyət çəkdi. Allah var eləsin. Mən gedib 6 dənə but deyirəm, nə deyirlər?
Bunu şükür Allaha balamın qabağına qoyuram. Şükür Allahın böylüyünə. Allah hamının ruzusunu versin, mənim də ruzumu. İnşallah mənim də işim olacaq. Azərbaycan xalqına səslənirəm. Ev işinə ehtiyacım var. Kimi lazım olsa 050 454 16 45 ilə əlaqə saxlasın. Elçin Ləmbəranskiyə mən böyük minnətdarlığımı bildirirəm. O mənim qardaşımdır, Zaur Baxşaliyev qardaşımdır. Elgiz müəllim də çox sağ olsun, əziyyət çəkdi. Hələ bilərsiniz ki, işlə təmin olundum, işlə təmin olunmadım. Əybi yox. Allah kömək olsun. Azərbaycan oğludur, Azərbaycan kişisidir. Mən ona bir söz demirəm. Əybi yox, mənim üçün də qismət olmadı. Oranın qapıları taybatay açıldı, amma dəstək olmadı mənə. Var olun, mən dəstəyi Allahımdan gözləyirəm. Əyyam-ı Fatimədir, bugün ayın 4-üdür. Yenə də deyirəm, əziz Zabratlılar, əziz Qosarlılar, əziz Şamaxılar, əziz Sumqayıtlılar, Bakının 32 kəndinə səslənirəm. Mən real oldum bu həyatdan. Biri deyir ki, qızdır, müğənnidir, deyir ki, sən Elgiz müəllimin yanında oturacaqsınız. Ələ salmaq kimidir. Elgiz müəllimlə bəlkə xahiş edək, gedib orada oturasın. Mən harda da otursam, oturduğum yerdə bilirəm, qalxmağımı da bilirəm. Qoy olsun, Allah canımızı sağ eləsin, hamının Allah işini, problemlərini düzəlsin, mənim də. 050 454 16 45-dən əlaqə saxlayın. Yenə də deyirəm, bugündən mən heç kəsi narahat eləməyəcəyəm. Yansın işıqları, gəlsin soraqları. Ayın 20-si də Qusara gedəcəyəm. Anamın 3 ili tamamdır. Əvvələn mən Qusara dayanış gedim. Elə otur Quranını oxu, ehsanını ver, halvasını çelə. Bilirsiniz necədir? Balam, mən anadan yetim qalmışam, düzdür? Mənim də balam məni kimi anaya qayğısı var. Qoy elə mən banumu bağrıma sıxım. Analar, balalar vızdan mıqyət olun. Yaxşı, o balalar sizə baxacaq. Çox əzdilər məni. Mən heç kəsin yanında nə sınmaram, nə də əzilmərəm.